1993-cü ilin iyunun 17-sindən 18-nə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək əvvəlcə Naxçıvana, sonra isə doğulduğu Kələki kəndinə getdi. Bu addım ölkədə ciddi siyasi böhran yaratdı. Elçibəy həyatına təhlükə olduğunu, həmçinin ölkədə mümkün vətəndaş müharibəsinin qarşısını almaq məqsədi ilə bu qərarı verdiyini bildirdi. Bəs Elçibəyin 1993-cü ildə Kələkiyə getməsinin əsas səbəbi nə idi? Qlobal İnfoza danışan həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri və sabiq dövlət müşaviri Arif Hacılı bildirib ki, 1993-cü ilin 4 iyun tarixində ölkədə hərbi qiyam baş vermişdi. Stat: Siyasi müxalifət qanuni hakimiyyətə yox, hərbi müxalifətə dəstək verdi. Zamanda göstərdi ki, müxtəlif bəhanələr olsa da dava hakimiyyət uğrunda idi. Müxtəlif vəzifələr boşaldılsa da birləşmiş hərbi siyasi müxalifət qane olmadı. Görünürdü ki, bu qüvvələr hakimiyyət naminə vətəndaş müharibəsinə getməyə hazırdılar. Elçibəy vəzifəsindən uzaqlaşmaqla səlahiyyətlərinin əsas qismini öz fərmanı ilə Milli Məclis sədrinə verdi. Bunu etməklə vətəndaş müharibəsinə səbəb olacaq əsas amili aradan qaldırdı. Statın sonu. Xatırladaq ki, Əbülfəz Elçibəy Kələkidə 4 il 4 ay yaşayıb. 1997-ci ilin oktyabr ayında o Bakıya qayıdıb. 2000-ci il 22 avqust tarixində Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.